Qadın çox vaxt ünsiyyətli olur da, qadınlar sosial olurlar, istər danışsınlar, dərləşsinlər, kişi danışmır. Kişi deyir ki, mən rahat bırax. Kişinin psixoloji problemi var mı? Yox, burada psixoloji problem ola bilər, amma digər bir səbəbdir, kişi introvertdir, yəni özündən qapanandır, ünsiyyətə girmir çox. Hər kişiyə aid eləmək olar bunu. Əksər kişilərdə bu var, hər kişidə yox. Məsələn, kişi var ki, gedir işə gəlir, deyir, məni danışdırma, qoy mən dincəlim. Girir otağına sakit şəkildə, ya telefona baxır, ya kompüterə, ya yatır. Ünsiyyət qurmur. Niyə? Çünki istəyir ki, sakit olsun. Çünki ünsiyyət qurmaq bunu yorur. İşdə qədər ünsiyyət qurub, indi təkliyi sevir də. İstəyir enerji yasın. Axı burada ekstravertlə introvertin bir fərqi var da. Introvert insanlar sakitlikdə qalmaqla enerji yığırlar. Danışdıqca enerji itirirlər. Ekstravertlər isə danışdıqca enerji yığırlar. Vay gündən ki, xanım ekstravertdir, kişi introvertdir. Xanım isə danışsın, danışmağa enerji yığsın. Enerjisi təzələnsin. Amma kişi deyir, yox, mən danışmaq istəmirəm. Yəni, danışırsa mən yoruluram. Mən gedim dincəlim, sakitliyi xoşlayıram. Mənə danışma. O introvertdir. Bu da bir problem yaradır. O ünsiyyəti sevən, bu ünsiyyəti sevməyən. Bu da gətirir, onu çıxardır ki, danışmırlar bir-birindən. Ya da danışanda qadın görsən düzgün metodlardan istifadə edilmir ünsiyyətdə. Qarşı tərəfi günahlandırır, qarşı tərəfi ittiham edir. O da nə edir? Başlayır özünü müdafiə keçməyə. Özünü müdafiə edir. Bu cür yavaş-yavaş söhbətə yığılır, axırda gəlir çıxır boşanmaya.